Salam, hər vaxtınız xeyir olsun. İşopen cihazı haqqında məlumat vermək istəyərdim. Xüsusi qablaşması var, gördüyünüz kimi özün içərisində həm çuxusu, həm zərifə üçün adaptörü, şnuru, eyni zamanda özü haqqında qısaca bir məlumat kitabçası var və necə istifadə olunur bu haqqda danışmaq istəyərdim. Gördüyünüz kimi bu zaradka yerinə xüsusi olaraq özünün naqilini daxil edirsiniz və başlayır. İşıqlar yanır ki, və bu başlayır zaradka yanmağa. Zaradka ən azı 3 saat mükəmməl şəkildə yanmalıdır. Yarımçıq çıxartmırsınız, naqildə istifadə etmək olmaz. Tamı-tamına 3 saat yığsın, 3 saatdan sonra tam 7 gün minimum, maksimumda sizdən asılı işlətmənizdən bir 10 gün ən azı çəkə bilər. Çox balacadır, əl boydadır, fikir verdiyiniz kimi bunu yəni çuxulusuna qoyaraq, çantanızda, maşında, fərqi yoxdur, harada olursa olsun sizin əlinizin altında olacaq. Xüsusi olaraq da sizə yəni belə deyək də xidmət edəcək. İndi bu haqqda məlumat verəcəm, necə istifadə olunur. Təbii ki, mən də zaradka yığmışdı, sadəcə göstərmək üçün naqilə taxdım ki, necə işləyir, onu sizə göstərim. Burada özünün 5 funksiyası var. İndi hər birini yandıraraq sizə bu haqqda məlumat verəcəm. Deməli, işə salırıq aparatımıza. Burada xüsusi yandırıb söndürmək hissəsi var. Gördünüz, işıq yandı. Deməli, artıq aparat işə düşdü. Və hər birinin funksiyası haqqında məlumat verəcəm. Və bizim burada xüsusi düyməciklə biz özümüz bunu tənzimləyirik. Hansını istifadə edəcəksə onun üzərinə qoyacaq. Deməli, başlayaq burada iynə batırma üsulundan. Öncə onu məlumat verim ki, yəni bu cihaz xüsusi olaraq 8 qızıl medala layiq görülüb. Yəni işləmə prinsiplərinə görə, yəni insanlara yüksək səviyyədə kömək, yəni problemləri aradan qaldırmaq üçün kömək vasitəsi kimi istifadə olunub. Yəni bu cihazın dişçikləri belə deməli xromdan hazırlanıb. Yəni öz-özlüyündə gümüş kimi də antibakterial təsirə malikdir. Görürsüz? Toxunduqca adi bir barmaq belə toxunanda işıqlar yanır. Qeyd edim ki, deməli bu cihazın sırf elə birinci iynə batırmadan başlayım ki, burada MS gedir ki 150 volt, yəni dəriyə yumuşaq elektrik impulsunu göndərir. Bu impulsla sinir əzələ sistemini oyadır, əzələlərin yüngül yığılmasına və boşalmasına baş verir. Qan dövranını gücləndirir, əzələ tonusunu artıraraq yorğunluq və gərginliyi azadır. Fikir verdiniz ki, ələ toxunanda, indi mən onu sizə necə çatdırım bilmirəm, sadəcə olaraq insan özünə toxunanda görür ki, orada xırda-xırda iynələr batırır. Bəzən necə deyim sizə, dözülməz bir hiss yarada bilər, amma biraz masaj etdikdən sonra artıq rahatlaşırsan və hiss edirsən ki, ora hansı bir impulslar gedir ki, və bu da sizin ağrıyan nahiyələrinizdə gözəl təsir göstərir. Yəni həmin nahiyə təsir edərək artıq orada siz ağrının azalmasını istifadə edən vaxtı hiss edəcəksiniz zaten. Bu mümkünsüzdür ki, hiss etməyəsiniz də. Və onu da qeyd edim ki, bunu istifadə edəndə ən azı gündə 2 dəfə səhər axşam istifadə etsəz, səhər misal üçün belə deyək 10 dəqiqə, elə axşam da bir 10 dəqiqə, gündən-günə elə bilin ki, dəqiqənizi artıra bilərsiniz. Həmin birdən yüksək səviyyədə istifadə etməyin, asta tempdən, yəni başlayırsınız, daha yuxarıya qədər gedirsiniz. Təbii ki, birinci iqloterapiya, yəni iynə batırma üsulu adlanır. İkinci istiqamət isə, mən sizə indi bunu göstərim. İkinci istiqamət səsindən hiss edəcəksiniz yəqin ki, vibromasaj. Vibromasaj. Bu 75 Hz yəni üstünlüyü var ki, voltla işləyir. Bu funksiya cihazın içindəki motorun verdiyi yüksək tezlikli mexaniki vibrasiya sayılır. Yəni ən çox nəyə təsir edir? Boyun, çiyin, bel nahiyəsində gərginliyi azaldır, qan dövranını artırır, limfa axınını aktivləşdirir, bədəndəki şişkinliyi azalmasına kömək göstərir. Yəni simada, vücudun hər hansı bir hissəsində sinir sistemini sakitləşdirir həmçində. Bu vibrasiya bədəndə mülayim, dərin toxumaları oyadaraq tezlikləri sayır və həmçində müalicə effektidir. Və keçirik, burada yazılıbdır üçüncüsü, baxın bu işarədir. Görürsünüzsə, yəni bu bioelektrik balanslı 15 volt gedir burada 50 Hz tərzində. Yəni bu funksiya bədənin yumuşaq bioelektrik versiz enerji ötürərək hüceyrənin elektrik potensialını balanslaşdırır. Yəni nə deməkdir bu haqda danışım? Hüceyrələrimiz normalda öz iç elektrik yükü ilə işləyir də, belə deyək. Stres, yorğunluq, gündəlik həyat tərzimiz, qeyri-sağlam həyat tərzi ola bilər, yəni yoğun iş rejimi ola bilər. Yəni bioelektrik balans funksiyası hüceyrənin elektrik yükünü normallaşdırır. Həmçinin insandakı yorğunluğu azaldır, bədəndəki siqnalları yaxşılaşdırır. Yəni sinirə olan siqnalları demək istəyərdim. Maddələr mübadiləsini sürətləndirir. Sanki bədənə yenidən, necə ki biz buna şarj edirik, enerji verib bu işləyir. Eyni zamanda bizim bədənimizdə enerji yüklənir ki, bədənimiz bir də başlayır yenidən öz fəaliyyətinə. Və burada fikir verirsiniz, saat işarəsinə oxşayan bir istiqamətdir. Mənfi ionlar, yəni havada olan təbii enerji hissəcikləri adlanır ki, yəni dağ havasında ən çox insan belə deyək də təbii nəfəs alır da, oksigen qəbul edir. Bəzən biz bu cihazla süni şəkildə mənfi ion buraxır. Yəni bunu demək istəyirəm. Ən çox təsiri nədir? Məsələn, deyərdim ki, stres azaldırır, beyindəki alfa dalğalarını aktivləşdirir, rahatlıq hissi verir, dərinin oksigen alışmasını yaxşılaşdırır və bu cihazı istifadə edəndə hiss olunsan, rahatlaşırsan, özün yüngülləşirsən. Ən azı insan özü-özündəki bədəndəki ağrının azalmasını istər-istəməz hiss edir. Və təbii ki, həmin bu 5-ci, yəni bu qırmızı, yəni burada günəş işığı yanır, fikir verirsiniz, bu günəş işığı. Bu günəş işığı da yüngül fizioterapiya adlanır. Yəni yeni bir işıqla müalicə. Məsəl üçün belə deyək də,
Tibb sahəsində ən çox yayılmış istifadə olunan terapi işıq, baxın bu qırmızı işıq sayılır. Yəni kollagen istehsalını artırır, dərini cavanlaşdırır. Yəni üzdə masaj eləyəndə zaten xırda hiss eləyəcəksiniz ki, deşiklər yaranır. Amma o deməkdir ki, dəri altındakı problemləri başlayır çözməyə və ora oksigen verir. Təbii ki, dərini həm botoks effekti verir, sifətdəki hər hansı bir qırışları, xırda qırışları belə aşılmasına kömək göstərir. Yaranın sağalmasına kömək göstərir, hüceyrə bərpasını artırır, iltihabı azaldır. Yəni dəriyə və toxumalara dərin təsir göstərir. Burada 2 dənə yəqin ki, mən işıq sizə göstərmişdim. Bir də var mavi işıq. Baxın, mavi işıq isə daha çox bakteriya və iltihab üzərində işləyir. Yəni dəridə bakteriyaları məhv edir. Məsələn, dişiniz ağrıyırsa, çənəniz hissəsindən, yəni istər alt çənə, istər üst çənəyə toxunaraq, baxın bu qırmızı işıqla, yəni daha doğrusu mavi işıqla, qırmızı yox, mavi işıqla toxunursunuz və oradakı əgər damaqdakı irin varsa, iltihab varsa, onu masaj eləyərək siz onu yavaş-yavaş əridirsiniz. Belə deyək də, məsəl üçün hər hansı bir lor həkiminə gedəndə sizə lampalar olur da, bu Dədə Baba qaydasında bir fizioterapiyada göy işıq olur. Onunla necə masaj edirlər ki, boğazdakı məsələn irindir, soyuqlama varsa, angina varsa, o iltihabı götürmək. Eynən elə bilin ki, həmin funksiyanı yerinə yetirir. Birə-bir eyni funksiyadır. Biri var, belə deyək də, gedib hər dəfə həkimdə gözləmək, hər hansı bir nə bilim xəstəxanada kiminsə bir xəstəliyin içərisində onu gətirənə qədər bu əlinizin altında yeganə vasitədir ki, baxın bunu sadəcə özünüz evdə sərbəst şəkildə edə bilirsiniz. Həm rahatlandırır, həm dərinin üst qatını təmizləyir. Ondan sonra dəridəki təmizliyə effektiv göstərir. Yəni o problemi bir də özünüz hiss edəcəksiniz ki, zamanla artıq əriyib. Yəni ağrılarınızdan bunu hiss edəcəksiniz, belə deyək də. Niyə qırmızı işıq? Yəni burada məsəl üçün 2 dənə işıq olur da, niyə qırmızı işıq sayılır? Baxın, hüceyrələrin eyni zamanda dər altında dərinliyə qədər gedir, kollagen istehsalını gücləndirir, toxuma bərpasını artırır, qan devranı gücləndirir və bu dalğa uzunluğu tibb və kosmetoloji cihazlarda ən təhlükəsiz, effektiv qırmızı işıq sayılır. Yəni heç bir bədənə yan etkisi yoxdur. Bəs niyə göy işıq deyirik? Yəni cihazımızda niyə göz işıq deyirik? Çünki bakteriyanı öldürür, iltihab və qızartma azaldır. Eyni zamanda göz yorğunluğunu azaldır, dərində sakitləşdirir. Göy işıq dəriyə dərin keçmir. Onu da qeyd edin. Bu onun qısa dalğa uzunluğunu, baxın, dalğa uzunluğuna görə hesablanır. Yəni burada göy işıq dezinfeksiya və iltihab əleyhi üçün ideal vasitə sayılır. Mükəmməl bir vasitə sayılır. Ümumi nəticə olaraq nəyə görə işıqan cihazı istifadə etməliyik və bu cihaz nə edir? Yəni öncəliklə qan devranını artırır, sinir sistemini və əzələlərini rahatladır, hüceyrə enerjisini yüksəldir, stresi azaldır, yuxu keyfiyyətini yaxşılaşdırır, boyun bel gərginliyini açır. Ondan sonra maddələr müadiləsini aktivləşdirir, immunitetə müsbət təsir göstərir. Və onu da qeyd edim ki, əgər saçda tökülmələr varsa, keçərlənmə varsa, həmin onun zamanla saçın tökülməsinin qarşısını alır ki, saç tökülmələr yəni bərpa olunsun. Hətta orada belə deyək də mütəmadi istifadə edərkən eyni zamanda ağaran saç ağaranların pigmentlərin rənglərinin bərpasında da müşahidə etmək olar ki, yəni icazə vermir ki, saç dibində hər hansı bir saç tökülməsi və ya da ki, rəng dəyişməsi olsun. Təbii ki, bunu mütəmadi istifadə edərkən yaranır. Yəni bir iki dəfə deməzdim. Eyni zamanda yüksək təzyiq olan insanlarda, yəni hipertonik xəstəliklərində baş və oynaq hissəsində, yəni belə deyək, alın hissəsindən tutaraq sinir sistemindən, yəni ön xətti ilə başlayır da ensə, yəni boyun arxa hissəsinə qədər masaj edilir ki, və bu zaman burada yəni dəqiqəsi indi sizdən asılı necədən başlayacaqsınız, özü zamanla görəcəksiniz ki, başdakı ağrılar azalır, təzyiq nizamı düşür. Hətta belə deyək, təzyiqli insanların içdiyi dərmanların dozalarını azaldırsınız, dərəcəsini azaldırsınız yavaş-yavaş. Həmən deməzdim, yavaş-yavaş azaltma mümkünatı olur. Yaddaşa və intellektuala çox gözəl təsir göstərir. Travmadan sonra sağalmanın mükəmməl nəticə verir. İnandırım ki, həqiqətən də bu travma üçün mükəmməl nəticə verir. Oynaq ağrılarında, bel ağrılarında xronik yorğunluğu aradan qaldırır. Onu da qeyd edim ki, bu cihazı əlin ortasında belə tam tutaraq, burada hər birimizin əlimizin içərisində apunktur nöqtələri var ki, bu apunktur nöqtələr vasitəsilə bizim orqanizmdəki orqanların hansı hissəsində ağrılar varsa, onlar hiss olunur və bunların nəticəsində bu iynə batırma birbaşa olaraq ürək damar nahiyəsinə qədər gedir və burada hər hansı bir problem varsa onu başlayır yavaş-yavaş müalicə edir, belə deyək. Ürəyin ritmini sakitləşdirir, hətta bunu nəbzə qoyursunuz, ritmi normaya salır. Stresi azaldır, qan devranını aktivləşdirir, bədənin ümumi enerjisini artırır, əzələ və sinirlərin bloklanmasını açır. Ona görə də əlin içində istifadə edəndə dərhal rahatlanma istifadəsi, zaten bunu hiss edəcəksiniz ki, necə insan rahatlanır. Bunlar kimə olmaz? Əslində, yəni ürək ritmi pozğunluğu olan şəxslərə biraz, yəni həkim tərəfindən istifadəsinə biraz icazə çox da verilmir. Açıq yara, məsələn, dərin yara varsa orada icazə verilmir, nahiyə toxunasınız. Yəni balaca olmasına baxmayaraq çox gözəl bir, yəni effektiv nəticə verir ki, hər kəs üçün lazımlıdır, məsləhətlidir. Eyni zamanda təbii ki, sağlam qalmanız üçün, həmişə özünüzü gümrah, sağlam hiss etməniz üçün mən sizə bunu məsləhət bilərdim. Siz də alın, həmişə sağlam olun.